Azərbaycan maarifçilərindən biri olan Abbasqulu Ağa Bakıxanovun evi hər an uça bilər. Əmircan qəsəbəsində yerləşən tarixçi alimin doğulduğu ev yararsız hala düşməkdədir. Bu barədə Xəzər xəbərə həmin evdə yaşayan sakin müraciət edib. Abbasqulu Ağa Bakıxanovun qohumu olduğunu iddia edən şəxs deyir ki, illərdir bu ev tədricən uçub dağılır. Artıq evin divarlarını kiçik bir taxta parçası saxlayır. Mən bu evin sakiniyəm. Abbasqulu Ağa Bakıxanov evidir bura. Mən də onun qohumuyam. Və biz bu ev artıq qəzalı vəziyyətə düşüb də indi. Yəni ki, çox qədimi evdir. Yuxarısının hardasa bir 1794-dəndir. Aşağı da 13-14-cü əsr olar belə. Oradan daşlar düşür, biz də dirək qoymuşuq ki, sökülüb tökülməsin. İndi küçədə də görəcəksiniz, orada qarın verib, oradan da gedir divar, uçulur. Yuxarıda da var, çatlar var, böyük çatlar var, təhlükəli vəziyyətdədir. Rəşad Mirzəyev deyir ki, evin bərpası ilə bağlı aidiyyəti üzrə müraciət ediblər, lakin nəticəsi olmayıb. İndi isə evin muzey kimi fəaliyyət göstərməsini istəyir. Mədəniyyət Nazirliyinə müraciət eləmişik dəfələrlə, gəliblər, ölçüblər, layihə hazırlayıblar. Amma haradasa 2020-ci ildən gəliblər, ondan sonra bir səslənmə yoxdur, yəni ki, baxmır. Yəni bizim istəyimiz odur ki, əlaqədar qurumlar gəlsinlər, baxsınlar. Yəni ki, buranı bir əsas istəyimiz muzey olmaqdır. Bakıxanovun, yəni ki, muzeyi yoxdur Bakı şəhərində, ev muzeyi yoxdur. Yəni bütün şairlərin, mütəfəkkirlərin var hamısının, amma Bakıxanova aid bir şey yoxdur. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətindən bildirildi ki, sözügedən tikili tarixi abidələrin siyahısına daxil olmadığı üçün təmir bərpa ilə bağlı məsələlərin həlli qurumun səlahiyyətləri xaricindədir. Qanunvericiliyə uyğun olaraq şəxsi mülkiyyətdə olan və tarix mədəniyyət abidəsi kimi dövlət qeydiyyatına götürülən abidələr müvafiq dövlət orqanı ilə razılaşdırılmaq şərti ilə mülkiyyətçi tərəfindən təmir bərpa olunmalıdır. Kənan Qafar, Səbuhi Mustafayev, Xəzər xəbər.